Pinterest'te alt üst eləyən pink renkdə gözəl kazak tapıldı. Yumuşaqdı. Sen bu kafenizi götürün, birlikte kargo açırıq. En böyük bağlamamızdan başlayırım. Belə bir hırka almışam. Geyim gəlim. Bu renginə bayıldım. Bir ölçü böyük almağı düşünürdüm, amma yaxşı ki almamışam. Uzunluğu belədir. Materialını sizə belə göstərim. Yumuşaqdır. Gördüyünüz kimi. Tüm məndə olan ölçü isə S-dir. Keçiyorum birisi bağlamaya. Rengine baxanda belə heyecanlı. Belə çox qəşəng pink rengi var. Pinterest'te alt üst eləyən həmin o pink renkdə gözəl kazak tapıldı. Ölçüsü 36'dır ama qolları uzun oldu. Məncə siz bir ölçü kiçik alsanız daha yaxşı olar. Uzunluğu isə belə düzünüzə uyğun ayarlayabilirsiniz. Bir dənə poz verin, bir dənə poz verin. Geçiyorum şu bağlamaya. Rengi şekildekinden sarı gelir. Biraz hayal kırıklığı. Bu kazağım ise krem renktedir. Sadece ben orada ağ görmüştüm. İsteyirdim ki ağ olsun. Ölçüsü ise standarttı. Məhsulum isə belə acı kahve bir bluzdur. Geyinəyə baxaq. Bluzum bu formadadır. Bu formada yaxud bu formada da istifadə eləyə bilərsiniz. Məndə olan XS ölçüsüdür. Normalde S giyinirəm, amma bir ölçü kiçik XS aldım. Bu hissəsinin dar olmasını çox bəyəndim. Son bir bağlamam qaldı. Onu da bir yerdə açaq. Bu isə modelimin belə aceleyi kasetidir. Və bağlamalarım bu qədər idi. Mən ən çox qırmızı renkdə olan hırkanı bəyəndim. Siz hansını daha çox bəyəndiniz? Şərhlərdə yazsanız çox sevinərəm. Hələlik.